Açsın inşallah. Salamlayıram hər kəsi. Axşamınız xeyir olsun, dəyərli liderlərimiz və komanda. Hamınızı salamlayıram. Axşamınız xeyir olsun. Mən ilk öncə özümü təqdim eləyim. Sabir Wellness şirkətinin əməkdaşı Bayramova Zülfiyə, hamınızı xoş gördük. Bugün olaraq speaker olaraq mənəm. Zoom belə deyək təlimimizdə və bir belə deyək də fakt seçmişik ki, şəbəkəçinin ümumiyyətcə vəzifələri nədən ibarətdir? Ümumiyyətcə çalışacağam ki, yəni mən həm şəbəkə sisteminə ümumən toxunum, həm də ki, bu şəbəkə sisteminə gələn hər bir kəs hansı xüsusiyyətlərə malik olmalıdır, hansı vəzifələri var. İnşallah ki, onlar haqqında sizə məlumatlar vermək istəyərəm. Və çalışın ki, qeydlər aparın. Həqiqətən çox maraqlı mövzulara toxunacağam inşallah. Deməli, gəlin birinci ilk olaraq şəbəkənin özü haqda, yəni şəbəkə sisteminin özəllikləri var, hansı özəllikləri var, o haqda danışaq. Sonra isə toxunarıq, yəni şəbəkəçi kim olduğunu, yəni şəbəkəçi ümumən şəbəkəyə gələn hər bir insanda hansı xüsusiyyətlər olduğuna inşallah ki, toxunarıq. Belə deyək də, yəni insan əgər birinci şəbəkəyə gələndə mütləq şəkildə öz belə deyək məqsədini bilməlidir. Yəni hər bir kəsin bu şəbəkəyə gələndə mütləq şəkildə bir məqsədi olmalıdır. Və həyatda hansı məqsəd üçün yaşadığını mütləq şəkildə bilməlidir və ən əsası odur ki, anlamalıdır. Ümumiyyətcə bu şəbəkə sistemi bir növ belə deyək də insanları həqiqətən belə deyim də, yəni yuxudan elə bil oyadır. Bir çox faktorlarda yəni insanı oyadır, yəni insanın ətrafı baxımından insanı oyadır, psixoloji olaraq oyadır hər bir şeyə, məqsədinə daha çox belə deyək də yandırıcı olaraq yaxınlaşmağı və yaxud o məqsədə çatmaq üçün həqiqətən insanı bir növ elə bil ki, yuxudan oyadır. Və insan anlayır ki, bu məqsəd üçün, yəni həyatda bu məqsəd üçün də yaşaya bilərsən. Yəni hər hansısa bir məqsəd üçün. Çünki bəzi həqiqətən rast gəlirik də, bəlkə də sizlər də rast gəlmisiniz ki, elə insanlar var ki, həyatda heç nə məqsədi olduğunu bilmirlər. Yəni nə məqsəd üçün yaşadıqlarını bilmirlər. Kimisi nə bilim yemək üçündür, yəni elə yemək olsun, yaşayım, yeyim, yatım və salam. Yəni bir məqsəd yoxdur insanın həyatda. Amma bu şəbəkə sistemi həqiqətən insana bir növ öz məqsədini həm xatırladır, həm də o məqsədə insanı əlçatan eləyir. Yəni ki, o məqsədə sən burada həqiqətən tez bir zamanda çata bilərsən. Yəni bir insan belə deyək də, məsələn, digər işlərdə hər hansısa bir maaşa işləyir də. Yəni biz bilirik ki, hansısa bir saatlarda insanlar başqa işlərdə, digər işlərdə hər hansısa bir maaşa işləyirlər. Amma o maaşla həmin o məqsədləri ki var, onları həyata keçirtməyə belə deyək də nail ola bilmirlər. Həyatda ümumiyyətcə tək məqsədlər yox, başqa belə deyək də, yəni işlərdə də heç bir şeyə nail ola bilmirlər. Çünki heç vaxt tapmırlar. Elə insanlar var ki, 7-24 saat, yəni səhər saat 8-dən axşam saat 9-a qədər yəni işləyir. Bu hansı vaxt tapacaq, yəni özü üçün hansısa bir məqsəd qoyacaq və o iş üçün çalışacaq. Yəni ancaq bu insanın məqsədi odur ki, bir dənə mən işimi qutarım, yəni işdən çıxım, bir dənə gedim evə yeyim, yeməyimi yeyim, yatım. Yəni bu cür işləyən insanlar da var. Sadəcə bir növ elə belə deyək də, ölməmək üçün yaşayırlar. Belə. Yəni bir qarın çörək üçün işləyirlər ki, qazanc əldə eləsinlər, maaş alsınlar, aylıq maaşlarını əldə eləsinlər və ölməmək üçün sadəcə yaşayırlar. Amma şəbəkə sistemi belə deyil. Şəbəkə sistemi insana başa salır ki, sənin bir həyatın var və sən o həyatın və məqsədin üçün yaşamalısan. Və təbii ki, digər işlərdə məşğul olan insanların da bir arzuları olur, bayaq dediyim kimi, yəni həyatda sadəcə bu, belə deyək də, şəbəkə sistemində başqa işlərdə fərqli olaraq daha çox əl çatan olur.
daha çox insana rahat olur. Yəni bu məqsədə gəlib çatmaq üçün və qazanmaq üçün, məqsədi çatmaq üçün. Bəzən də belə deyək də, yəni hər bir insanın dediyimiz kimi öz arzusu var həyatda. Sadəcə olaraq biz o arzuları şəbəkə sistemini tanımaqdan məqsədə çevirməliyik. O arzularımızı məqsədə çevirməliyik ki, həmin o məqsədə çata bilək. Yəni bu biri işlərdə, şəbəkə sistemindən əlavə başqa işlərdə həmin o arzular elə arzu və xəyal olaraq qalır. Amma şəbəkə sistemində həmin o arzuları biz məqsədə çevirə bilərik. Həqiqətən. Əgər düzgün şəbəkə sisteminin bizə qoyduğu o belə deyək də vəzifələr ki var, biz onlara riayət eləməklə həqiqətən öz arzularımızı və xəyallarımızı məqsədə çevirə bilirik. Və həqiqətən şəbəkə sisteminə gələn insanlar, yəni mən elə özümdən götürürəm, zaman keçdikcə öz fikirlərini, düşüncələrini, psixoloji olaraq ümumiyyətcə çox dəyişilir həqiqətən insanda fikirlər, düşüncələr və əgər bir insan şəbəkə sistemində məsələn neçə illərdir çalışırsa və yaxud buradadırsa, şəbəkə sistemindədirsə, düşüncələri və fikirləri dəyişməyibsə, o insan heç bir şey əldə edə bilməyəcək. Mütləq şəkildə insanın düşüncələri, yəni təbii ki, biz bilirik ki, müsbət tərəfə insanın düşüncələri və psixologiyası mütləq şəkildə dəyişilməlidir. Yəni bu başa salmalıyıq ki, və yaxud özümüz başa düşməliyik ki, şəbəkə sistemi elədir ki, biz bilirik ki, mütləq şəkildə biz hansısa bir insanlarla bu şəbəkə sistemində böyüyürük və irəli gedirik. Özümüz öz düşüncəmizi dəyişib və qarşımızdakı insanlara həmin düşüncələri biz aşılaya bilsək ki, yəni bu cür nə dəyişməlisən sən öz düşüncələri, təbii ki, nələrsə əldə edə biləcəyik. Amma yenə də gəlir ilk belə deyək nöqtə yenə özümüzdə dayanır ki, biz ilk öncə öz düşüncələrimizi dəyişməliyik və bunu komandamıza da, əgər komandamız varsa, komandamıza da ötürməliyik. Məsələn, biz bilirik ki, başqa işdə işləyən insanlar, tutaq ki, bir insan şəbəkəyə gəlir, deyir ki, mən ayda işləmək istəyirəm 500.000 manat da belə qazanmaq istəyirəm. Ayda mən bu qədər alsam mənim üçün bəsdir. Bu insanda artıq hansısa bir belə deyək də arzular, xəyallar yoxdur. Elə sadəcə o biri işlərdə olduğu kimi bu insan maaşa işləmək istəyir. Bu insan da heç bir şey əldə edə bilməyəcək. Mütləq şəkildə belə deyək də necə deyim, o fikir dəyişik olmalıdır ki, səndə bu 500.000 manatdan sən necə deyim, qalmamalısan da. Yəni deməlisən ki, mən bunu artırmalıyam. Yəni bu 500-ün üstünə, 1000-in üstünə bir də 500.000 gətirməliyəm. Yəni amma şəbəkəçi belə deyək düşüncəsi bu düşüncədə də deyil. Yəni şəbəkəçi, əsl şəbəkəçi, yəni digər işlərdə necə işləyibsə, bu işdə də o cürünə işləmir. Yəni təbii ki, o 500-ün üstünə 100-lərlə 500-lər gətirmək istəyir də. Mütləq şəkildə həm inkişaf eləmək istəyir, həm psixoloji olaraq öz fikirlərini və düşüncələrini dəyişir. Həmin o insanlar ki var, deyirlər ki, yəni 500.000 manat, elə o insanlar işçi olaraq da qalır. İşçi olaraq da, o biri başqa işlərdə necə işləyiblərsə, bu işdə də işçi olaraq qalırlar. Düzdür, qazanc əldə edirlər, 500.000 ola bilər, amma ondan artıq arta bilmirlər. Yəni ondan artıq nələrsə əldə edə bilmirlər. Şəbəkəçi olmaq, yəni bu şəbəkə sistemində olmaq insanın öz arzularını oyadır. Və öz bayaq dediyim kimi arzularını məqsədə çevirir və o məqsədə çatmaq üçün şəbəkəçi, yəni əlindən gələni edir. Qarşısına nə maneə çıxırsa çıxsın, o məqsədə çatmaq üçün bir dənə o nöqtəni qoyur ki, yəni mənim məqsədim budur, heç bir maneə məni yıxa bilməz. Bu cür nə düşünür? Yəni çünki düşüncələri dəyişib artıq. Həqiqətən bu çox bir mühüm məqamdır. Yəni biz dediyimiz kimi, yəni təlimlərimizdə də eşidirik liderlərimizdən, mütləq şəkildə düşüncələrimiz dəyişilməlidir. Əgər biz bu şəbəkə sistemində irəli getmək istəyiriksə, hansısa bir belə deyək də ranglara çatmaq istəyiriksə, hansısa bir uğurlara imza atmaq istəyiriksə, düşüncə fikirlərimiz mütləq şəkildə dəyişilməlidir.
Çünki biz hansısa bir arzularımız var da həyatda. Yəni bu arzular hamıda var. Əgər hər bir kəsin arzusu var bu həyatda, amma şəbəkəçi, yəni əsl şəbəkəçi o adamdır ki, yəni mütləq şəkildə həm öz fikirlərini dəyişə bilsin, həm də ki, komandasının fikirlərini dəyişə bilsin. Bu hər bir cəhətdən. Yəni həm pozitivlik baxımından, həm şəbəkə sisteminin belə deyək də işlədiyi o sistem baxımından. Yəni çünki birinci bayaq dediyim kimi özü dəyişilməlidir ki, qarşıdakı insana da həmin o motivasiyanı ötürə bilsin. Və çünki dediyimiz kimi o xüsusiyyətlər ki var şəbəkə sisteminə gələn insanlarda, o məqsədi başqa işlərdə hansısa o başqa işlərdə işləyiriksə, o məqsədi insanlara o işlər təmin edə bilmir. Yəni o işlər o insana o məqsədə çatmağa imkan yaratmır. Amma şəbəkə sistemi o məqsədə çatmaq imkanlarını bizə verir. Biz bunu başa düşməliyik mütləq şəkildə. Bu fürsəti bizə yalnız bu şəbəkə sisteminin verdiyini biz anlamalıyıq. Buradan da bəlli olur ki, şəbəkəçi belə deyək də öz arzularının qarşısında məqsəd qoyub və onun üçün əlindən gələni edir və çox çalışır. Ən əsası odur ki, çox çalışır. Yəni bu məqsədi əldə etmək üçün. Belə deyək də, baxın elə əsl iş bundan başlayır ki, biz həyatda yaşamaq üçün işləməməliyik. Mütləq şəkildə öz məqsədimiz üçün yaşamalıyıq. Keçən təlimdə də bizdə bunu təkidlə Fuad müəllim bizim üçün həqiqətən dedi və mən artıq sırğa eləmişəm bunu qulağımda. Yəni yaşamaq üçün işləməməliyik bu həyatda. Öz məqsədimiz üçün yaşamalıyıq. Yəni bir məqsədimiz olmalıdır, şəbəkəçinin bir məqsədi olmalıdır və o məqsədi üçün yaşamalıdır. Və bu, belə deyim də, əsl şəbəkəçi olmağın elə xüsusiyyətlərindən biridir deyərdim. Təəssüf olsun ki, şəbəkə sistemində işləyən insanlar, məsələn, istər Cyber and Wellness şirkətində olan insanlar olsun, istər digər şəbəkə sistemində işləyən insanlar olsun, yəni bu fikirlərini dəyişmədiyini görə əsl şəbəkəçi ola bilməyiblər. Çünki biz diqqət eləyə bilərik, elə məsələn, öz şirkətimizdən bəhs eləyə bilərik ki, yəni baxırsan ki, illərlə buradadır, amma hansısa bir nailiyyətlər əldə edə bilməyib. Çünki öz düşüncəsini dəyişə bilməyib. Çünki onun bir məqsədi yoxdur. O məqsədi üçün yaşamır. Sadəcə olaraq işləyir digər işlərdə olduğu kimi. Ona görə də mütləq şəkildə bu düşüncə tərzi dəyişilməlidir. Şəbəkəçi ilk olaraq dediyimiz kimi düşüncəsini dəyişir. Yəni bu keçən səfər biz təlimdə də bunu elədik. Paradigm shift deyilən bir şey var da, düşüncə tərzinin dəyişilməsi. Yəni şəbəkəçi mütləq öz düşüncə tərzini dəyişməklə yanaşı, mütləq şəkildə vəzifələri də ki var ki, yəni bu şəbəkə sisteminə gəlibsə, onlara da riayət etməlidir ki, hər hansısa bir nailiyyətlər əldə edə bilsin və öz məqsədinə çata bilsin. Bir neçə faktor var ki, yəni əgər ona da əməl etsək, daha yaxşı olar. Mütləq çalışmalıyıq ki, bizi mənfiyə salan o insanlar ki var ətrafımızda, o insanlardan uzaq duraq. Ancaq və ancaq pozitiv insanlar, yəni bizə pozitiv enerji ötürən insanlarla ünsiyyət quraq, onlarla dostluqmu edək, nə bilim, bu kimi şeylər. Yəni mənfi insanlardan həqiqətən, mən özümdə öz təcrübəmə həqiqətən belə deyək də əsaslanaraq bu sözü deyirəm ki, məsələn, giririk təlimlərdə iştirak eləyirik, orada motivasiya alırıq, liderlərimiz sayəsində motivasiya yığırıq, deyirik ki, hə, belədir, düşüncəmiz istər-istəməz ən azından nə qədər olmasa dəyişir, amma gəlirsən, evdə olsun və yaxud ümumiyyətcə çölə çıxdın, təlimdən çıxdın, hansısa bir şey baş verir, artıq o düşüncələr, o motivasiya tamamilə alt-üst olur. Ona görə də çalışmaq lazımdır ki, nə qədər onlar incisələr də, nə qədər belə deyək də, hə, desələr də ki, niyə beləsən, niyə eləsən, mütləq o belə deyirik, şəbəkəçi dəli olmalıdır.
Bax, həqiqətən də yəni bizə dəli kimi qoy baxsınlar. Amma biz bilək ki, biz bunu edirik və bunu etməklə nələrsə əldə eləyəcəyik. İnanın ki, həmin o sizə dəli deyən və yaxud belə deyək də, sizi onu istəmədiyinizə görə, mənfi ötürdüyünə görə sizə yanında istəmədiyiniz o insanlar vaxt gələcək, siz qazandıqca sizin yanınızda olacaqlar. Həqiqətən. Yəni pul belə bir şeydir. Gəlir belə bir şeydir. Və bunu anlamalıyıq ki, şəbəkə sistemi həqiqətən bu cür şansları, yəni bu cür qazancları, bu cür gəlirləri, bu cür uğura imza atmaqları, bu şansları, bu imkanları bizə verir. Sadəcə və sadəcə biraz səbirli olmalıyıq. Çünki bu şəbəkə sistemi elə bir sistemdir ki, bir müddət çox işləyəcəyik, az gəlir əldə edə bilərik. Amma vaxt gələcək, az işləyəcəyik, çox yüksək gəlirlər əldə edəcəyik. Ona görə də yəni biraz sadəcə və sadəcə səbirli və təmkinli olmaq lazımdır bu işdə. Və bayaq da dediyim kimi qarşımıza çıxan heç bir mənfilər, heç bir yoxlar, belə bir deyim var da bizdə, yəni şəbəkə sistemində ümumi ki, yəni hə də deyə bilərlər, yox da deyə bilərlər, amma biz onu fikirləşməliyik ki, bizi gözləyənlər var. Yəni biz o gözləyənlərlə işləməliyik. Və bizə o yoxlar ki var, əslində biz çalışmalıyıq ki, o yoxların zərbəsi ki var, onlar bizə dəysin. Çünki həyatda da belədir də, insan yıxıla-yıxıla möhkəmlənir. Hansısa bir həyatda imtahanlarmı deyim, zərbələrmi ki insanlara dəyir, onlar əgər o zərbələri görməsə, o belə deyək, imtahanlardan keçməsə, möhkəmlənməsə, ayağa qalxa bilməz. Bu sistemdə də elədir. Biz təbii ki, yəni mənfiləri görə-görə, yoxları eşidə-eşidə biz möhkəmlənməliyik, əksinə ayağa qalxmalıyıq, motivasiyadan düşməməliyik. Əksinə bunlar bizim uğura çatmaq üçün motivasiyamız olmalıdır. Və öz psixologiyamızla çox işləməliyik bu sistemdə. Çünki psixologiyamızda insanın özündən asılı olmayan proseslər gedir. Və biz öz psixologiyamızda müəyyən dəyişikliklər yaradıb, öz psixologiyamızı idarə eləyə bilərik. Çalışmalıyıq ki, yəni psixologiyamız bizi yox, biz psixologiyamızı, yəni düşüncələrimizi idarə edək. Düşüncələrimiz bizi idarə etməz. Şəbəkəçinin bu sistemə əgər gəlibsə, bayaq dediyim kimi öz vəzifələri ki var, yəni bir neçə vəzifələri ki var, onlara mütləq şəkildə riayət etməlidir. Yəni bu, yenə deyirəm ki, həqiqətən mən bunu araşdırdıqca baxdım ki, yəni bu 8 əsasımızla da çox əsaslanır, bir-birinə bağlı bir mövzulardır. Yəni bu, öyrənib öyrətməkdir, o, belə deyək, ardıcıllıqdır, liderlərlə məsləhətləşməkdir. Həqiqətən baxıram ki, çox bağlılıq var bu şeyin, sistemin bir-biri ilə. Mütləq şəkildə komandasına, əgər varsa, komandasına qarşı olan bir öhdəlikləri ki var, öz məsuliyyəti ki var, o məsuliyyətini, vəzifələrini mütləq şəkildə daimi olaraq yerinə yetirməlidir. Yəni, məsələn, bir gün eləyim, bir gün eləməyim, belə yox. Yəni, daimi olaraq özü üçün bir sistem qurmalıdır və o sistemə hər gün riayət etməlidir. Çünki komandada, əgər sən komanda liderisənsə, komanda, belə deyək, bir komandaya sahibsənsə, o komandada olan insanlar da səndən görüb nələrsə götürür də. Yəni, çünki sən bir təcrübəyə sahibsən, ən azından, yəni ilk gələn insanlardan əlavə bir təcrübəyə sahibsən. Və o təcrübəni sən əgər qarşıdakı insana düzgün, komandanda olanlara düzgün ötürürsənsə, onlar da səndən götürdüklərini icra edirlər. Ona görə də mütləq şəkildə bu vəzifələrimiz ki var, komandamıza, ümumiyyətcə şirkətimizə, ümumiyyətcə bu şəbəkə sisteminə hansı vəzifələrimiz ki var, onları düzgün tətbiq etməliyik ki, bizim komandamızda bizdən düzgün olanını görsün, götürsün və onu da tətbiq etsin.
Biz bilirik ki, yenə dediyim kimi, yəni əgər biz bu şəbəkə sistemində inkişaf etmək istəyiriksə, təbii ki, biz bizim komandamız olmalıdır və yeni insanlar dəvət etməliyik. Bu dəvət sözü bəzən həqiqətən bir çox insanların, yəni qorxduğu bir tərəfdir ki, yəni dəvət, adam gətirməlisən, belə filan. Əgər bizim düşüncəmiz, baxın bu səhv düşüncədir. Əgər bizim düşüncəmiz dəyişirsə, biz öz düşüncəmizi dəyişiriksə bu sistemdə, yəni bacarırıqsa əsl şəbəkəçi olmağı, biz belə düşünməməliyik ki, mən bura gəldim, mən adam gətirməliyəm, adamı hardan tapacam? Biz bu cür düşünməliyik ki, mənim kimi məqsədli, mənim kimi öz məqsədinə çatan, əzmlə işləyən və həqiqətən bu həyatda bir məqsədi olan biznes partnyorlar lazımdır. Yəni adam yox. Adam hər yanda var. Amma yəni sən nə qədər gətir o cür adamları qoş sistemə, nə olsun? Yəni bir iş orada eləməyəndən sonra hər hansısa bir belə deyək də bu şəbəkəyə gəlibsə burdakı o sistemdəki olan işləri yerinə yetirməyəndən sonra ha adam qoş ora qeydiyyat elə, nə olsun? Heç bir şey əldə edə bilməyəcəksən. Yəni düşüncə yenə burada öz belə deyək də fəaliyyətə keçir ki, həmin o insanın düşüncəsi də sənin kimi dəyişilmiş düşüncə olmalıdır ki, o da səndən belə deyək də irəli getsin. Və biz həmin o insanlara, yenə dediyim kimi bu cür nə deməliyik ki, həmin o insanlar, yəni dəvət etdiyimiz insanlar bizdən qorxub qaçmasın. Və mütləq şəkildə şəbəkəçi təcrübə sahibi olmalıdır. Yəni həqiqətən mən keçən səfər Fuad müəllim də təlimdə dedi ki, yəni ola bilər ki, biz hansısa bir yanlış fikrimizlə, ola bilər ki, hansısa bir yanlış sözümüzlə biz o insanı qaçırda bilərik. Ona görə də biz o qədər savadlı və peşəkar şəkildə biz bu işi icra etməliyik ki, həmin o insan qorxub qaçmasın. Və həmin insan ki, belə deyək, şəbəkəçi bir təcrübəyə malik olsa və düşüncəsi dəyişilmiş olsa, qarşısındakı hər bir maneəni öz məqsədinə çatmaq üçün hansısa bir baryer kimi istifadə eləməlidir. Yoxsa mənim qarşıma bir maneə çıxdı, yəni mən da yıxıldım, yəni motivasiyadan düşdüm, istəmirəm, yəni heç bir şey əldə etmədim. Xeyr. Əgər şəbəkəçi öz düşüncəsini dəyişibsə, mütləq şəkildə o maneəni özünə bir baryer kimi görüb, baryer deyirəm, yəni hansısa bir o tramplin deyirlər, o oyun kimi görüb, yəni bir də təzədən onun üstündən qalxıb yeni bir belə deyək də divardan hoppana bilər, keçə bilər, o maneəni keçə bilər. Ona görə də mütləq şəkildə yenə dediyim kimi düşüncə dəyişilməlidir. Və təbii ki, bu həmin o icra etdiyimiz şeyləri ki var, yəni onları əgər bizim komandamız varsa, onlar da görürlər, bizdən götürürlər. Onlar da gələcəkdə hər hansısa bir komanda yetişdirirsə, onlar da bu cürlə riayət edirlər bu işə. Onda həm komanda möhkəm olur, dağılmır və sən də özün kimi, belə deyək də, bir şəbəkəçi yetişdirə bilirsən. Və şəbəkəçinin dediyimiz kimi, bayaq dediyim kimi vəzifələri ki var və xüsusiyyətləri də ki bunlar olmalıdır ki, şəbəkəçi çox ünsiyyətcil olmalıdır. Yəni ünsiyyət bacarığı olmalıdır insanlarla. Çünki biz bilirik ki, insanlarla işləyirik və hər cür insanlarla biz rastlaşa bilərik. Ona görə də bizim ünsiyyət bacarığımız olmalıdır. Həmin qarşıdakı insanla dil tapmaq bacarığımız olmalıdır. Yəni öz fikrimizi həmin insana aydın izah edə bilməliyik. Əsl şəbəkəçi bu xüsusiyyətlərə malik olmalıdır. Mütləq şəkildə şəbəkəçinin özünə güvənliyi olmalıdır. Özgüvənliyi və inandırıcılıq xüsusiyyəti olmalıdır. Ki, yəni yenə dediyim kimi qarşıdakı insanı dəvət etmişik və biz bunu inandırmalıyıq ki, burada gəlir var və yaxud buranın məhsulları yaxşıdır, buranın sistemi, şəbəkə sistemi, biznes qurmaq üçün bura yaxşıdır. Biz buna inandırmalıyıq. Ona görə də həm ünsiyyətcil,
Həqiqətən Fuad müəllimin belə bir sözü var. Deyir ki, yəni elə insanlar var ki, insana gəlirlər. Yəni heç onlara nə şəbəkə, nə məhsul şey olmur. Yəni səni insana, qarşıdakı danışdığı insana elə baxırlar, deyirlər ki, hə. Yəni mən hə deyirlər, hə cavabı verirlər. Ona görə də biz həm pozitiv olmalıyıq, həm ünsiyyətçil olmalıyıq, həm inandırıcılıq qabiliyyətimiz mütləq şəkildə olmalıdır. Və şəbəkəçi hər zaman yeni bilgilərə açıq olmalıdır. Yəni mən biraz gəldim, burada hər hansısa bir təcrübə yığdım, bu mənim bəsimdir. Xeyr. Yəni biz görürük ki, yəni özümüz də görürük və şahidi də oluruq ki, bizim hələ liderlərimiz də hələ öyrənirlər nələrisə. Yəni biz bu bir növ belə deyək də təkəbbürlülük eləyib deməməliyik ki, hə mən gəldim burada təcrübə məhsullar haqqında bilirəm, hər bir şey məlumatım var, tərkibləri, hər bir şeyləri. Xeyr. Yəni hələ biz heç bir şey bilmirik. İnan ki, mən öz adıma deyirəm, yəni mən hələ burada heç nə bilmirəm. Yəni zaman-zaman da, yəni ona görə də bir şəbəkəçi bilgilərə, yeni bilgilərə açıq olmalıdır ki, və onun özünün də öyrənmək həvəsi olmalıdır. Yəni bir insan sənə gəlib, liderimiz tutaq ki, gəlib məsləhət görür ki, sən bugün bunu gedib bu vəzifəni yerinə yetirməlisən. Sənin əgər həvəsin olmasa, lider sənin yanında bütün günü otura bilməz ki, yəni bu sənə ev tapşırığı olaraq tutaq ki, bunu verir də, sən gəlib bunu evdə eləməlisən. Sən əgər bunu həvəsin yoxdursa bunu öyrənməyə, yəni onu bacara bilməyəcəksən. Ona görə də mütləq şəkildə özümüzün həvəsimiz olmalıdır bu işə. Özümüzün həvəsi olmalıdır ki, yeni şeylər öyrənməliyik əksinə. Çünki hər gün öyrəndiyimiz yeni bir bilgi bizim daim inkişaf etməyimiz deməkdir. Yəni hər gün elə yenidən inkişaf etməyimiz deməkdir. Mütləq biz bir insanı dəvət etmişiksə, və hamı demək deyil ki, bizə hə deyəcək, bilirik ki, yox deyənlər də olur da. Ona görə də buna səbir və dözümlə yanaşmalıyıq. Yəni bu şəbəkəçidə bu xüsusiyyətdə olmalıdır. Dözümlü və səbirli olmalıdır. Yəni çünki bayaq da vurğuladığım kimi hər cür insanla biz rastlaşa bilərik. Ona görə də səbirlə və dözümlə həmin bu yoxlara elə bir növ yox dedi qarşıdakı insan, o səni yıxmamalıdır da, sən o dəqiqə motivasiyadan düşməməlisən. Artıq, yəni çünki biz bayaq nə dedik? Biz o zərbələri almalıyıq, o yox zərbələrini biz almalıyıq ki, inkişaf edə bilək və irəliləyə bilək. Və bir vəzifəmiz də ki var, şəbəkəçinin vəzifəsi planlı və məqsədli çalışmalıdır. Yəni bir vəzifəmiz də odur ki, əgər biz bu sistemə gəlmişiksə, planlı və məqsədli çalışmalıyıq. Yəni vaxtını, zamanını düzgün bölməlidir və hədəflərinə yönəlmək bacarığı olmalıdır şəbəkəçidə. Hədəflərimizə yönəlməliyik mütləq şəkildə. Və öz məqsədindən başqa heç nə düşünməməsi. Yəni biz öz məqsədimizdən başqa heç bir şey düşünməməliyik. Çünki öz məqsədi üçün çalışan insan dəvət etdiyi insanları da məqsədinə çatmaq üçün belə deyək də əlindən gələni əsirgəməyəcək ki, həmin insan da dəvət etdiyi insan da öz məqsədinə çata bilsin. Yəni bizim kimi. Qarşıda dəvət etdiyimiz insanı, əgər bizim məqsədimiz, belə deyək də, əsl məqsəddirsə və o məqsədimizə köklənmişiksə, qarşımızda dəvət etdiyimiz insanı da məqsədinə çatmaq üçün əlimizdən gələni etməliyik. Həm də bizim işimiz insanlarla olduğundan, mütləq biz insan psixologiyasını da bilməliyik ki, çünki dediyim kimi, o qədər insanlarla rastlaşırıq ki, artıq belə deyək də liderlərimiz həmişə deyirlər ki, yəni biz o qədər təcrübə sahibidirlər ki, maşallah olsun, yəni qarşıdakı insanın gözünə baxanda artıq bilirlər ki, yəni bu insan hansı xüsusiyyətə malikdir və yaxud nə cür bir insandır. Və biz də o cür olmalıyıq, biz də o cür yetişməliyik ki, yəni artıq insan psixologiyasını bilməliyik ki, qarşıdakı insanın üzünə baxanda artıq bilək ki, o nə cür bir insandır. Və onu da dərk etməliyik ki, hansı şirkətlə əməkdaşlıq ediriksə,
həmin o şirkətin mütləq bütün şərtlərinə əməl etməli və bütün həmin o şirkətə gedirik, liderlərimiz hansısa bir qaydalar qoyur bizə, o qaydalara mütləq şəkildə əməl etməliyik ki, çünki o liderlər ki, bizə belə deyək də, deyir ki, tutaq ki, sən siyahı ilə işləməlisən də, bu insan bunlarla işləyə-işləyə gəlib lider olub və yaxud safir olub və yaxud biznes profi olub da, yəni mütləq şəkildə bu yolu keçib və bizə öyrədir ki, mən bu cür nə olub, bu yola gəlib çıxmışam. Ona görə də mütləq şəkildə liderlərin dediyi hər bir şeyə riayət etməliyik ki, həm özümüz lider kimi yetişək, həm də ki, özümüz kimi liderlər yetişdirək və komandamıza olan vəzifələrimizi də yerinə düzgün yetirə bilək. Belə, məndən bu qədər, Aydan xanım. İnşallah ki, düşünürəm ki, faydalı məlumatlar verdim. Yəni çalışdığım qədər də belə deyək, geniş araşdırmağa çalışdım. Belə baxıram ki, yarım saata yaxındır ki, artıq danışıram. Və sualları olan, əgər liderlərimizin əlavəsi varsa, buyura bilər. Mövzuya dair əgər sualları varsa, kiminsə də buyurub suallarını verə bilər. Təşəkkürlər Zülfiyə xanım. Deyəsən mövzuya dair heç kimin sualı yoxdur, yoxsa sual verməyə çəkinirlər? Əgər varsa mövzuya dair, sırf mövzuya dair əgər sualları varsa buyurub verə bilərlər. Mən canla başla cavablandıraram inşallah. Yəqin ki, qeydlər apardınız özünüz üçün. Həqiqətən mən özüm də bunu araşdıra bir çox şeyləri öyrəndim. Yəni, sağ olsun liderlərimdən öyrəndiyim qədər, ümumiyyətlə ilə araşdırdığım qədər və özüm də yeni şeylər öyrəndim həqiqətən. Həqiqətən ona görə deyirik ki, təlimlər bizim inkişafımızın bir belə deyək də sübutudur ki, təlimlər o vəzifələr ki verilir bizə, təlimləri biz araşdırırıq, nələrsə belə deyək də, həmin araşdırmalarla biz özümüz də öyrənirik. Ona görə də yəni həqiqətən çalışdığımız qədər qaçmayaq təlimlərdən, çalışaq mövzular olanda tez üstümüzə götürək. Çünki araşdırma həqiqətən insanın inkişafı deməkdir. Və kiminsə sualı yoxdursa, istəyirsiniz Aydan xanım, zoomumuzu bitirək. Bitirək. Belə görünür ki, sual vermək istəyən yoxdur. Təşəkkür edirəm komanda adından. Gecəniz xeyirli qalsın. İnşallah ki, sabahki böyük, möhtəşəm tədbirimizdə görüşərik. İnşallah, inşallah. Sağ olun, gecəniz xeyrə. Xeyrə qarşı. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun.